اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد والثناء لله رب العالمين، والعاقبة للتقوى واليقين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين، حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد صلى الله عليه وسلم، وعلى أهل بيته الطيبين الطاهرين المعصومين، ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. عباد الله، أوصيكم ونفسي بتقوى الله. Allah'a hamd senalar olsun ki bir daha da ömrümüzde Mah-ı Mühərrəm ayı Əbu Abdullah Hüseyin əleyhissalamın əzadarlıq məclisləri nəsib elədi. İnşallah bu qədəmləri tezliklə Əbu Abdullah Hüseyin əleyhissalama zəvvar qərar versin və axirətdə hesab kitabda bu göz yaşları tökən gözlərə şəfaətçi olsun inşallah. Bu müsibətli, bu əzalı günlər münasibəti ilə başda bu məclislərin sahibi Mövlamız Ağa İmam-ı Zaman Əccəlallahu Fərəcəhu Şərif olmaqla bütün dünyanın haqq-sevər insanlarına, siz əzizlərimizə təsliyyət ərz edirəm. Allah mütəal bu əzadarlıqları hər birimizdən qəbul eləsin inşallah. İmam Hüseyin əleyhissalamın əzadarlıqları özü bir tütüyədir, bir iksirdir və insanın anidən həyatın dəyişmək qüdrətinə malikdir. Necə ki, öncəki mövzularda demişdik ki, Züheyrin, Hürrün bir anda həyatını dəyişdi. Bir gün öncəki həyatı ilə Aşura günü və ondan sonraki Züheyr, Hür fərqli bir insanlar oldu. Züheyr dünənə qədər fərqli bir cəbhədə idisə, Hür dünənə qədər fərqli bir cəbhədə idisə, bugün bəşərin bütün Əhl-i Beyt sevənləri onların qəbrinə bir dəfə çatıb salam vermək arzusu ilə yaşayırlar. Gör, insan hansı məqama gedib çıxa bilir. Dünən sən İmam Hüseyin əleyhissalamın qarşısında dayanmışdın. Hür, bugün böyük alimlər, böyük insanlar gəlib qəbrimin müqabilində dururlar, sənə salam verirlər. Deyirlər ki, ey kəş Hür, Allah səni bağışlayan kimi bizi də bağışlayaydı. Ona görə bu məclislər çox əhəmiyyətlidir. Bu məclislər bizim həyatımızı dəyişmək qüdrətinə malikdir. Məclislərə çox diqqət yetirməliyik. Allah rəhmət eləsin mərhum Esət ağa deyərdi, gecə namazı insanın günahlarını silir. Allah gecə namazına elə bir qüdrət verir ki, insan gecə namazı qılsa, Allah onun günahlarını bağışlayır, keçir günahlarının üzərindən. Amma bir söz deyirdi, ustad deyirdi ki, günahları silir, amma günahlar bir də qəlbdə, ruhda iz buraxır, mənfi izlər buraxır, onlar silinmir. Günahını adamın Allah bağışlayır, amma o günahlar ki, biz həyatımızda tətbiq eləmişik, onlar bizim ruhiyyəmizi zədəliyib. Haradasa bizi axsadacaq. Ruhum ki, çox geniş deyil, çox əzəmətli deyil, dünənki günahlarımın
təsirindəndir. Baxmayaraq ki, tövbə eləmişəm və Allah da ərhəmər rahimindir. Silib o günahlarımı, keçib üzərindən. Amma kökü, mənbəyi qalıb. Ərəm Bəhzədə deyirdi ki, lakin İmam Hüseyin əleyhissalamın əzadarlıqlarında bir hikmət var. O məclislərdə tökülən göz yaşlarında bir hikmət var ki, onlar günahları bağışlayır ki, heç, həm də kökünü silir. Arxivindən təmizləyir. Bəzi görürsən, telefonlarımızda bəzi şeylər görürsən, sildin. Məsələn, bir şəkili silmirsən, bir sənədi silmirsən, amma görürsən ki, o hansısa papkalarda qalır, axtaranda tapırlar. Amma bəzən görürsən ki, o elə, məsələn, bizim dinlədəcək format edirsən, tamamilə gedir, yaxşı. Deyirlər, bu əzadarlıqlar, çox boyda mərzəyə təqdimini söz deyir, bu əzadarlıqlar sanki həyatımızı format edir, yəni yeniləyir. Ona görə bu məclislərə Əhl-i Beyt əleyhissalam çox diqqət ayırıblar, çox önəm veriblər. Təbiidir ki, 1400 il ərzində bu əzadarlıqlara qarşı da əks təbliğlər də olub. Bütün zamanlarda olub. Mütəvəkkil kimi zalim Abbasi xəlifələri zamanında Həzrətin məclisləri, Həzrətin ziyarətləri və s. tamamilə demək olar ki, insanların üzünə bağlanıb. Lakin o bəşərin keçdi süzgəcindən gəlib bu günümüzə çatıb. Bu gün də bunun əleyhinə söz deyənlər var. Məsələn, biri təəssüb keçdiyindəndir, biri bilməməzliyindəndir, bir xəstəlik yaranıb bəzilərində, özünü bir, məsələn, ziyalı kimi göstərmək istəyir. Belə düşünür ki, məsələn, ziyalısansa mütləq din əleyhinə, əzadarlıq əleyhinə bir fikir sən də bildirməlisən ki, yəni mən bax, bunlardan döyləm, seçilirəm. Bunlar çox cılız bir məsələlərdir. Yəni, biz nə qədər ziyalı olsaq, Füzulidən ziyalı döyülük ki. Biz nə qədər ziyalı olsaq, biz Nəsimidən ziyalı döyülük ki. O cür şəxsiyyətlər gəliblər, deyiblər ki, bu məclislər özü bir nurdur. Füzuli ki, bizim xalqımızın ən dəyərli ziyalılarındandır. Özünün vəsiyyəti buydu. Özü ağanın hərəmində ayaqqabı cütləyən qalırdı. Zəvvarların ayaqqabılarını götürürdü, qoyurdu rəflərə. O əzəmətdə şair, dünya şöhrətli şair, filosof, arif. Axırda da vəsiyyət eləmiş ki, məni bir yerdə dəfn edin ki, o Həzrətin günbəzinin kölgəsi düşsə mənə kifayətdir. Zəvvarları gəlib qəbrimin üstü ilə keçib girsə hərəmə mənim bəsimdir. Ki, elə orada da dəfn olunub ziyarətə gedənlər gedir, ziyarət edə bilirlər. Ona görə də bu cür məsələlərə artıq lüzum yoxdur. Əvvəlki illərdə də deyilib. Allah rəhmət eləsin, mərhum Hacı Şahin onun bu əzadarlıqlara deyilmiş kəlmələrə bir cavabı var idi, bir videoydu hazırlanmışdı və yəqin ki, çoxlarınız da rastınıza çıxıb. İnandırım ki, o qədər mükəmməl cavab verib ki, o məsələlərə, o şübhələrə, o iradlara. Həqiqətən, yəni düşünürsən ki, o cavabdan sonra artıq cavab deməyə ehtiyac qalmır. Yəni, mükəmməl cavab. Bir nəfərin təəssübkeşliyi olmasa, insafı olsa, o cavabları oturub dinləsə, kifayət eləyər onu, bütün zehnindəki sualları aradan getsin. Ona görə də bizim mövzumuz bu 10 günlükdə fərqli bir yöndə idi. O da bundan ibarət idi. Əlbəttə, məğzi eyni idi. Yəni, illərdir ki, biz danışırıq, Aşuradan ala biləcəyimiz dərslər, Kərbəladan ala biləcəyimiz dərslərdir. Sadəcə bu 10 günlük mən çalışırdım bu münasibətdə danışaq ki, tarixdə bu qədər müsibətlər olub, necə oldu ki, İmam Hüseyin əleyhissalamın əzadarlığı, İmam Hüseyin əleyhissalamın Kərbəlası, müsibəti bu günə qədər gəldi, çatdı. Bu bir sual idi. İkinci bir sual bu idi ki, nə baş verdi ki, Peyğəmbərdən sonra cəmi 50 il keçmişdi, çox kiçik bir fasilə idi də, yəni hələ bir nəsil dəyişməmişdi. Peyğəmbəri görən kişilər hələ sağ idilər. Ki, bəziləri İmam Hüseyin əleyhissalamın yanındaydılar, Müslim ibn Ovsəcələr, Həbib ibn Məzahirlər, bəziləri də var idi, qarşı tərəfdə idi, Yezidin qoşunundaydı. Yəni, Peyğəmbəri görən, daim İmam Hüseyin əleyhissalamı
qucağında bəsləyib Peyğəmbər onun barəsində o sözləri ki, deyib, necə oldu, cəmiyyətdə nələr baş verdi ki, birdən-birə minlər məktub İmam Hüseyin əleyhissalama yazıb dəvət edənlər, Müslimə o qədər insan beyət eləmişdi, birdən-birə dəyişdi. Onun müqabilində gəlib durdular. Hansı səbəblər səbəb oldu? Dünən danışırdıq, dedik ki, İmam Hüseyin əleyhissalamın öz kəlamı ilə istəyirdim mən məsələləri danışaq. Öz düşüncələrimizdə yanlışlar ola bilər. İmam Hüseyin əleyhissalamın öz nəzəri budur ki, 4 dənə mühüm məsələnin üzərində Əməvilər iş görmüşdü. 4 işin üstündə çox ciddi iş aparmışdılar. Onların biri buydu ki, imamət əleyhinə çox ciddi əks təbliğat gedirdi. İmaməti aradan aparmağa çalışmışdılar. İkinci məsələ, din əleyhinə çox ciddi təbliğatlar getmişdi. Dini zəiflətmək adına. Dinin zahiri qalsın, namazın özü qalsın, amma əsası aradan geçsin. Ki, namazın da əsası elə vilayətdir. Həzrət Əmir əleyhissalamın kəlamlarındadır. Buyurur, ənəs salat, ənəs son, ənəl həc. Həc də mənəm, oruc da mənəm, namaz da mənəm. Yəni, mən olmasam, Allahın vilayəti olmasa, bunların zahirindən iş olmaz. Mənəviyyatı bunların gəlir, bağlanır ilahi hüccətlərə. Üçüncü iş ki, İmam Hüseyin əleyhissalam ikisinin barəsində dönən danışdıq. Üçüncü iş ki, İmam Hüseyin əleyhissalam buyurur ki, Əməvilər bu işi görmüşdülər, bu da buydu, müqəddəsatın ehtiramını aradan aparmaq, hörmətin aradan aparmaq. Çalışırdılar ki, müqəddəslərin hörməti aradan geçsin. Elə bir hədislər düzəldirdilər ki, Peyğəmbər Həzrət Əli əleyhissalamın barəsində deyib, bunlar da elə, məsələn, kimin barəsində gəldi deyirdilər, nə? O müqəddəsatın ehtiramını aradan aparsınlar, düşünməsin ki, belə bir böyük bir şeydir. Həzrət Peyğəmbər ki, deyib, mən kuntu mövla fə Aliyyum mövla, mən kimin mövlasıyam, Əli də onun mövlasıdır. Demir ki, olmayıb hadisə. Baxın, o zamandan başlayan məsələdir, bugün də davam edir. Demir ki, olmayıb o məsələ. Deyir, olub. Sadəcə deyir, mən kimin dostuyam, Əli də onun dostudur. Baxın, müqəddəsatı necə aradan aparırlar. Çox diqqətli olsun möminlər. Bəzən görürsən, xilaf əhlindən kimsə düşür, biz Əhl-i Beyti çox sevirik, Əhl-i Beyti bizim canımızla fədadır filandır. Bəzən də elə möminlərimiz himə bəndmiş kimi adayt, məsələn, filan kəsdə hidayət oldu, Əhl-i Beyti sevir. Bax, diqqətlə bax, əzizim. Bax, birinci məsələ ki, dünənləri danışdıq, Həzrət Musanı Quran deyir ki, qövmünün arasında məzlumiyyətinin səbəbi nə idi? Çünki cəmiyyətinin təhlil etmə qabiliyyəti yox idi. Bir cəmiyyətdə təhlil etmə qabiliyyəti olmasa, onları sonra adamlanır. Bu oturur, danışır, amma sözünün əsnasında imamın şəninə uyğun olmayan elə bir söz deyir. Peyğəmbərin şəninə uyğun olmayan elə bir söz deyir ki, zehinləri qarışdırır. Açın, bəzi kitablara baxın, Peyğəmbərdən hədislər gətiriblər. Peyğəmbərin barəsində elə söz deyir ki, o sözü mən günahkar, heç bir yaramayan adam, mənim barəmdə nisbət ver söz, bir nəfər arxamda namaz qılmaz, bir nəfər mənim danışanda oturub bulasınız. Məni ki, yaraşdırmırsınız, Peyğəmbərə bu sözləri necə yaraşdırırdılar? Məqsəd müqəddəsatı aradan aparmaq idi. Kəbəni hörmətsiz eləmək idi. Elə bilirsiniz, Kəbəyə səbəbsiz olaraq hücum olundu. Kəbə yandırıldı Əməvilərin dönəmində. İstəyirdilər müqəddəsliyini aradan aparsınlar. Quran deyir ki, Kəbə Beytullahdır və əmin-amanlıq evidir. Mən oranı əmin-amanlıq evi istəyirəm qərar tapsın. Onlar oranı manzanlarla yandırmaqla insanlara başa saldılar ki, biz qoymayacaq bura əmin-amanlıq evi qalsın. Bugün də hər vasitələrlə dünyada
Məsələn, müqəddəslərin ehtiramını aradan aparmasıdır. Məsələn, ya Quranın barəsində deyir, Quran müqəddəs deyil, mən nə bilim, Kəbə müqəddəs deyil, ondan sonra İmam müqəddəs deyil, Peyğəmbər müqəddəs deyil, Peyğəmbər deyil, bizi kimi adamdır. Hey axtarırlar ki, Quranda. Yox, ayədə bir dəfə Allah deyib ki, biz sənin keçmiş və gələcək günahlarını bağışladıq. İnsafın var. Bir dənə ayə ki, deyir, biz Peyğəmbər sənin keçmiş və indiki günahlarını bağışladıq, sən bunu bayraq tutmuşsan ki, Peyğəmbərin də günahları olub. Və Quran bu qədər ayələr deyir ki, Peyğəmbər, biz səni ən gözəl, ən böyük, ən əzəmətli əxlaq nümunəsi göndərmişik. Sənin bütün kəlamların bizim kəlamlarımızdır. Və ma yantiqu anil hava, heç vaxt sən özündən, nəfsündən bir söz danışmarsan. Bunları kənara qoyub, niyə? Qəsdün nədir? Axtarırsan ki, Peyğəmbərə də bir şey yapışdırasan. Demək ki, onlar məqsəd yönlüdür. Savadsızlıqdan, cahillikdən deyil. Bir çoxlarında məqsəd yönlüdür. Dinin o qüdsiyyətin aradan aparsınlar. Məsumların qüdsiyyətin aradan aparsınlar. Elə Quranda olsun, məsələn, baxın, 70 il Sovet dönəmi Quranın əksinə bir iş gördü. Quranı dedilər ki, bükün, büktəliyin, bağlayın, öpün, qoyun taxtanın üst gözünə, heç kimin əli dəyməsin, ona günahdır. İndi də bir cür Quranın əleyhinə bir təbliğlər gedir. Quran müqəddəsdir, Quran elə bilinmir, Peyğəmbər yazıb, ya Allah yazıb. Orada bəlkə təhriflər də olub, artırmalar da olub, azad. Hər cür şübhələr ki, atırlar. Ən azı budur ki, o 70 il dönəmində Qurana xəyanət olunmuşdursa, heç olmasa müqəddəsliyinə xəyanət olunmamışdır. Deyirlər, müqəddəsdir də öp qoycunu. Müqəddəsliyinə ki, toxunmurdular. Bu gün ancaq bundan daha iyrənc yolla müqəddəsliyinə də aradan aparmaq istəyirlər. İmam Hüseyin əleyhissalam burada ki, təhlükə bu idi. İnsanların düşüncələrinin birdən-birə bərəks olması, dəyişməsinin səbəblərindən də biri bu idi. İnsan dünənə qədər inancı bir günün içində alt-üst olur. Dünənəcən müqəddəs bildiyini, bu günləri bir müqəddəs deyil, alt-üst olur onun üçün. Və dördüncü məsələ, ədaləti cəmiyyətdə aradan aparmağa çalışdılar. İmam Hüseyin əleyhissalam Müslim ibn Əqillə Kufə əhlinə bir dənə məktub göndərmişdi. Məktubun məzmunu budur. Minəl Hüseyin ibn Əli ilə mələ'i minəl mü'mininə vəl-mü'minat. Hüseyin ibn Əlidən müsəlman kişi və müsəlman qadınlara bir sifariş, bir məktub. Fələ əmri məl imamı illəl hakimu bil kitab. İmam bilin ki, Qur'anla, kitabla hökm eləmək üçün gəlib. İmamın misyası bundan ibarətdir. Yəni, zehninizə bəlkə bir başqa şeylər gəlir ki, imamın bir iqtidara gəlmək fikri var, hakimiyyətə gəlmək fikri var və s. və ilaxır. Budur ki, imamın işi kitabla hökm eləməkdir. Quran nə deyib, Allah nə deyib, mən də ona deyəcəyəm. Ət-dainu bid-dinil haqq. İmamın vəzifəsi dini qaldırmaqdır, dini öz çəkisinə gətirib qoymaqdır, dini yaşatmaqdır, dini ihya eləməkdir. Əl-qaimu bil-qist, ədaləti bərpa eləməkdir. Ədaləti xüsusi olaraq vurğulayır. Yəni, cəmiyyətdə ədalət aradan gedib, imamın vəzifəsi ədaləti yerinə qoymaqdır. Əl-habisu nəfsəhu alə dalikə lillah. Çünki imam öz nəfsi ilə bir iş görmür. O, Allahın müqabilində fənafillah olub. İtib Allahda. Onun şəxsi iradəsi yoxdur, şəxsi istəyi yoxdur. Allah nə istəyirsə odur. Ondan qeyri bir şey istəyi yoxdur. Ki, birinci gün yadınızdadsa bunun da barəsində danışmışdıq ki, İmam Hüseyin əleyhissalamın əzəməti, aşurasının əzəməti bundadır ki, ondan qabaqki, məsələn, Peyğəmbərlər Allaha təvəkkül eləyirdi.
Amma İmam Hüseyin əleyhissalam təvəkkül eləmirdi. İmam Hüseyin əleyhissalam rıza məqamında idi. Təvəkküllə rizanın da fərqini demişdik ki, təvəkküldə bir şey istəyirəm Allahdan, amma Allaha sığınıram, Allaha söykənirəm. Yaxşı xüsusiyyətdir ya. Amma rıza məqamında heç Allahdan bir şey də istəmirəm. Allah sən nə bilirsən olur. Mən kiməm ki, istəyim də olsun. Mənim istəyim də yoxdur ümumilikdə. İstəyəcəksən doğranaq, doğranacağıq. İstəyəcəksən əsr olaq, əsr olacağıq. İstəyəcəksən saqqalaq, saqqalacağıq. Da mən deyim ki, Allah, mən bu düşmənin üzərində qələbə çalmağım üçün sənə təvəkkül edirəm, İmam Hüseyin əleyhissalamda bu da yoxdur. Ona görə buyurur, iman fənafillah. Və bəs, bu 4 dənə mühüm məsələyə toxunandan sonra istəyirəm ki, bu barədə danışaq. Yaxşı, səbəblər nə idi? İmam işarələrin verdi. Bəs səbəblər nədir ki, insanlar birdən-birə dəyişə bilir? Dünən Müslümə beyət eləyənlər bugün Müslümü tənha qoyur. Səbəblər nədir? Bu mövzunu danışmaq çox mühümmidir. Çünki bu mövzunun içində həm əxlaqi və həm tərbiyəvi mövzular var. Çox mühümmidir. Quran-ı Kərim bəzən keçmiş tarixi hadisələri bizim üçün danışır. Keçmiş qövmlərin başına gəlmiş hadisələrin tarixini bizim üçün danışır. Niyə danışır? Çünki tarixdə baş vermiş hadisələrdə adlar dəyişib. Hadisələr dəyişib, amma səbəblər dəyişməyib. Diqqət edin buna. Adlar dəyişib, hadisələr dəyişib, amma səbəblər dəyişməyib. Quran onun üçün bunları danışır, hamısını bizi bir-birimizə ki, nə qədər peyğəmbər öldürüblər, adları fərqlidir peyğəmbərlərin. Öldürənlər fərqlidir, öldürmə mexanizmləri də fərqlidir. Birini oda atırdılar, birini dənizə qovurdular, birini Həzrət Yəhyanın başını kesirdilər, öldürmə üsulları da fərqlidir. Amma səbəb niyə öldürürdülər hamısında eynidir. Hamısında eynidir. Səbəb dəyişmir. Ona görə əvvəldə də dedi ki, bu karvan bir qatardır, vaqonlar dəyişir, içərisindəki sərnişinlər dəyişir, amma hərəkət eynidir, motiv eynidir, dəyişməz olaraq qalır. Və tarixi bunun üçün Allah bizi üçün çoxlu Quran-ı Kərimdə danışır. Nə səbəb oldu ki, neçə min insan gəldi İmam Hüseyin əleyhissalamın müqabilində durdu. Cəmi 72 nəfər İmam Hüseyin əleyhissalamın yanında. Və o 72 nəfərində demək olar ki, yarısı imamın qardaşları, qardaşı balaları, öz balaları, yaxınları idi ya. Yəni, kənardan İmam Hüseyin əleyhissalama gəlib qoşulanları saysaq 40 nəfər. 30 min, 40 nəfər. Bu fərq hardan, bu fərq balansının pozulması hardan yaranır? Bir tərəfdə dəvət edən İmam Hüseyindir, bir tərəfdə dəvət edən Yeziddir. Nə səbəb olur ki, o 30 min cəlb eləyə bilir, bu 40 nəfər cəlb eləyə bilir. İmam Hüseynin bəlağəti yox idi, görkəmi yox idi, şəxsiyyəti yox idi. Bunların barəsində danışmıyor. Ən üstünü ki, bundadır. Bəs niyə cəzzabiyyət insanların axını o biri tərəfdir? Bax, bu mövzular özü bir dənə əxlaqi və tərbiyəvi mövzulardır ki, biz öz həyatımıza tətbiq eləməliyik. Öz həyatımızda bunları canlandırmalıyıq. İllətlər, mən deyərdim, 2 növdür. Bax, səbəb, illətləri biz gəlib tapmalıyıq. Səbəblər nədir? 2 cürdür. Bir daxili səbəblər var idi, bir xarici səbəblər var idi. Bu hadisələrin belə baş verməsində bir daxili səbəblər var, bir xarici səbəblər var. Xarici səbəblər qalsın. İlk öncə daxili səbəblərdən danışmalıyıq. İçimizdəki problemləri tapmalıyıq. Bizim problemlərimiz nədir? Birinci daxilimizdəki illət, səbəb
Quran özü bunu aşkar edir. Quran deyir ki, Allahdan uzaq düşməyimiz. Bir cəmiyyət ki, Allahdan uzaq düşdü, o cəmiyyət imam qatilinə çevrilməsi labüddür. Bu ilahi bir sünnətdir. Məndən uzaqlaşdıqca mənim hüccətlərimə qarşı sözdə düşmənçilik yaranacaq. Bu ilahi bir sünnətdir. Demək ki, birinci daxili problemimizi həll eləməliyik. Allahdan uzaqlaşmamağa çalışmalıyıq. Quran-ı Kərim buyurur: "Və la takunu kəllədinə nəsullah." Onlar kimi olmayın ki, Allahı unutdular. Allah bizi nəsiyyət eləyir. Onlar kimi olmayın ki, Allahı unutdular. O Allahı unudanlar kimi olmuyor. Onlar Allahı unudub nə oldular? فَأَنْسَهُمْ أَنْفُسَهُمْ. Allah buyurur ki, onlar ki, Allahı unutdular. Mən də onların özlərini unutturdum. Nə baş verir insan özünü unudarkən? Fəsad burada başlayır. İnsan ki, başladı özünü unutmağa, yəni artıq onu insan şəxsiyyət defisiti yaranır. Şəxsiyyət çatışmamazlığı. Çox böyük problemdir ya bu. Şəxsiyyət çatışmamazlığı bilirsin nədir? Yəni insan öz-özünə dəyər vermir. Özünə dəyər verməyən insan üçün hansı səhvdə durmağının heç bir faydası yox, fərqi yoxdur. Hər yerdə, hər qazanda qaynayacaq maddi maraqları üçün çıxarıcı. Çünki şəxsiyyət yoxdur. Həmişə biz şəxsiyyətdən adamları necə tanımışıq? Qürurlu yəni. Yəni hər şey boyun əyilməz. Yəni hər maddi çıxarı üçün öz vicdanını ayaq altına atmaz. Amma bir nəfərdə ki, şəxsiyyət defisiti başladı, şəxsiyyət çatışmamazlığı ki oldu, o adam üçün heç bir şeyin fərqi yoxdur. Quran görür nə incəliklərlə gəlir, səbəbləri bizə izah edir. Ki, insan, Quran nə üçün bizə çalışır? Daha çox şəxsiyyət versin. Çünki şəxsiyyətli cəmiyyətdə Allahın da haqqı yerində olacaq. İmamın da haqqı yerində olacaq. Niyə Allah gəlir bizi ilə, balaca uşaq dili ilə danışmır? Eyhamlarla danışır, işarələrlə danışır. Deyir ki, mən istəyirəm ki, şəxsiyyət olasınız, yetişkin olasınız, həddi buluq olasınız. Bəzi düşüncələr var, Quranda deyir ki, məsələn, Allah deyib ki, məqam İbrahim müqəddəsdir, bir dənə məqam İbrahimi deyib də başqa yeri deməyib, ona görə bizə görə heç yer müqəddəs deyil məqam İbrahimdən başqa. Allah deyir ki, sən böyük kişisən, mən sənə işarə göstərdim, sən ağlı işlə. İbrahimin məqamı müqəddəsdirsə, Həzrət Muhammed sallallahu aleyhi və aleyhi və səlləmi məqamı ondan qat-qat üstün olacaq da. Peyğəmbərin qəbri nə qədər üstündür? Yəni, sənin təfəkkürün, düşüncən buna yetmir ki, Həzrət İbrahimin ayağı deyən yer müqəddəsləşibsə Quran məntiqində, Həzrət Peyğəmbərin bütün vücudu qoyulmuş bir torpaq hələ müqəddəsləşməyib. Nə qədər sən hələ cılız düşünürsən, hələ Quranda axtarırsan ki, orasını da yazaydılar gərək. Oranın böyük cavabdeh şəxsiyyəti, imamı da orada pişnamazı deyir ki, mən fəxr edirəm ki, 30 ildir mən burada imam cəmaat yanam, hələ bir dəfə o kişinin qəbrini gelib ziyarət eləməmişim. Bilirsiniz ki, Allah bizə niyə şəxsiyyət verir? İşte biz böyük kişilər olaq, düşüncəli kişilər olaq, cılız məsələlərdə qalmayaq. Dünən də mən çox çalışıram ki, əziz məsələləri, hamımız burada əzizlərimdir, mənim burada bütün əyləşənlər qardaşlarımdır, böyüklər, böyük qardaşlarımdır, kiçiklər, kiçiklər, xanımlar, analarım, bacılarımdır. İstəyirəm ki, səmimi bir-birimizin sözünü eşidək, səmimanə. Qərəz axtarmayaq ki, niyə məsələn mən bunu bura qoydum? Bunda da bir illət axtarmayaq. Valla səbəbi yoxdur. Elə əlimi bura uyğun gəldi, qoydum. Yaxşı. Məsələn, bu məclislərimizdə hər xırda detallarda bir səbəblər axtarmayaq. Hər kiçik məsələlərlə uğraşmayaq da. Mahiyyətini nədir? Mahiyyətini qoruyaq.
bəzi məsələlər var ki, buradan daha rahat görsənə bilir məsələn. Məqsəd budur ki, məsələn, nəysə, məsələn, kiçildək, cılızlaşdırar, azaldar. Vallah budur. Allah haqqı, Quran haqqı. Mən mənbərdə istəmirəm ki, mövzular, məsələn, bəyan olunsun. Amma ən azı budur ki, vallah bir hesab-kitab günümüz var da hamısı. Var, orada aşkar olan günlərdir. Məsələn, bəzi məsələləri məsləhətdir ki, ucur olsun da. Məsləhətdir. Məsələn, heyətdə çay olmasın, keçən il olub və keçən il mən onun narahatçılıqlarını görürdüm. Bizim bacılarımız keçir, xanımlarımız keçir, cəmiyyətin orada yığılıb. Ehsan yaxşıdır, İmam Hüseyin adına ehsan gözəldir. Aşurada kifayət qədər ehsan verək, imamın üstündə verək. Amma bu 10 günlükdə məclisin nizamını pozur. Yəni, burada bir qərəz axtarmayaq ki. 5 nəfər çıxır oraya ki, məsələn, bir çay içsin, 2 nəfər də gəlir ona qoşulur, üçü də o yüzden başlayır orada. Keçən il biz bunları şahidi olduq. Yəni, mən bu üzləndirəm ki, məclis əhəmiyyəti buradır. Orada, məsələ əgər çaydır, qoğaldır, bir İmam Hüseyin əleyhissalamı bu cür şeylərlə tanımayaq ki. Qoğal yeməkdən çıxaq da, böyük məsələlərlə fikirləşək, düşünək, görək, İmam bizə nə deyirdi? Yenə bir qardaşım kimi bu məsələlər bəzən məcbur halına gəlib çatıram mən bu şeylərdən bəzisini demək. Məcburiyyətində olam, amma bir çox şeyinə də uduram, demirəm. Ona görə bu cür şeyləri, məsələn, ki, deyirdik, məsələn, daha çox istəyirdi Allah bizi düşünək, səbəbləri bu idi. Daha köklü baxaq məsələlərə, daha geniş baxaq məsələlərə. Allah mütəal burada, onlar ki, Allahı unudarlar, fəənsahum anfusahum. Allah da onları başlı-başına buraxar. Allah da onları özlərinə unutdurar. Ömər Səd sözümü yekunlaşdırıram. Şəxsiyyətsiz bir adam idi. Əsaslandıracağım sözümü. Ömər Səd şəxsiyyətsiz bir adam idi. Ona görə imam qatilinə çevrilə bildi. Ömər Sədin şəxsiyyətsizliyi bir üst sırasında idi. Aşuranın sübhündə İmam Hüseyin əleyhissalam buyurur ki, İstəhfəzə əleyhumu şeytan fəənsəhum zikrəllah. Şeytan sizə müsəllət olub, qəlbinizi alıb ələ və ilahi zikri sizə unutturub. Yəni, Allahdan sizi uzaq salıb. Və imamın özünün Aşuranın sübh çağında işlediyi kəlmə budur. Yəni, problemin biri də buydu ki, insanlar Allahdan uzaq düşürlər. Mühərrəm ayının 3-ü bu günləri ki, artıq 4-ü daxil olub da Mühərrəm ayı. Mühərrəm ayının 3-ündə nə baş verdi Kərbəlada? İkisində dedik ki, İmam Hüseyin əleyhissalam çatdı. Hür onun qarşısı 1000 nəfərlik qoşunla kəsmişdi. Mühərrəm ayının 3-ündə Ömər Səd daxil oldu Kərbəlaya. 4000 nəfərlik qoşunla. 1000 var idi Hürlə, 4000 də Ömər Sədlə gəldi, artıq 5000 nəfərlik qoşun, 72 nəfəri mühasirəyə alır. Və Ömər Səd bir dənə məktub gətirdi İbn Ziyaddan. İbn Ziyad İmam Hüseyin əleyhissalama məktub göndərib. Məktubun mətni bundan ibarətdir. Ya xəlifə Yezidə beyət eləyəcəksən, ya da sənin Kərbəla torpağından sağ çıxmaq şansın yoxdur. İmam Hüseyin əleyhissalam məktubu oxuyub, bilirsiniz cavabını yazır. Təqribən deyirəm mən öz sözlərimizdən ibarələri də oxumuram. Yəni, İbn Ziyad, sənin bu söz və cavab yazmaq öz israfdır. Sən o qədər məlunsan ki, sənin bu təklifdə heç cavab vermək istəmirəm. Mümkün deyil, mən Yezidə beyət edeyim. Biz şərəflə, hürriyyətlə
əzəmətlə, şəxsiyyətlə yaşayıb ölməyi əsarətdən üstün bilirik. Xüsusilə şəxsiyyət mövzusunu İmam Hüseyin əleyhissalam orada önə çəkir. İmam Hüseyin əleyhissalamın yanında bir nəfər var idi, Həmədanlı idi. Ömər Sədlə bir məhəllədə böyüyüb. Dost olub, uşaqlıq dostları olublar. İmam Hüseyin əleyhissalamdan icazə aldı. Dedi ki, ağa, icazə ver, mən məhəllə uşağım olub da Ömər Səd. Gedim, mən danışım oyna. Mən başa salım onu. İmam Hüseyin əleyhissalam dedi ki, bilirəm faydası yoxdur. Amma icazə verirəm, get. Bəzən olur, bəzi adamlar görürsən ki, bilirsənə danışsan faydası yoxdur, amma hüccəti tamamlamaq üçün danışırsan, bir sözü deyirsən də. İmam da dedi ki, get də, eyb yoxdur, get. Gəldi, dedi ki, Ömər Səd, sən bilirsən, bu Peyğəmbər balasıdır, nə iş tutmusan sən, nə iş görmək istəyirsən. Ömər Səd başını qaldırdı, dedi ki, niyə mənə salam vermədin? Salavat Peyğəmbər, Ali Peyğəmbər. Allahümme salli ala Muhammed və ali Muhammed. Dedi ki, niyə mənə salam vermədin? Bəyər mən müsəlman deyiləm. Həmədanlı kişi dedi ki, bu fəratı görürsən, bu fəratdan heyvanlar da su içir. Allahın yaratdığı məxluqat hamısı su içir. Sən utanmırsan Peyğəmbərin nəslinin 3 yaşında, 4 yaşında, 6 aylıq balalarının üzünə bu suyu bağlamısan? Birbaşa demədi ya, müsəlman deyilsən. Amma onu başa saldı ki, nənki müsəlman, heç sən adam deyilsən. İmam Hüseyinlə dava edirsən, bu 3 yaşlı uşağın günahı nədir? Dedi, sən nə iş görürsən, sən bunların qarşısında suyu bağlamısın? Dedi, Hüseyin bilirsən kimdir? Siffin müharibəsində qarşı tərəf Əməvilər birinci çatmışdılar, suyu mühasirəyə almışdılar. Həzrət Əli əleyhissalam çatan kimi əmr verdi, döyüş başladı, suyu azad elədilər. Suyu keçdi Həzrət Əli əleyhissalamın qoşununun əlinə. Dedilər ki, hatta biz də onlara su verməyik. Dedi ki, olmaz. Onların suya ehtiyacı var, heyvanlarının suya ehtiyacı var. Su ki bizim əlimizdədir, qoy ötsünlər. Baxın, hürriyyət budur, şəxsiyyət budur. İndi dünya baxsın ki, kimin arxasıca gedir? Yezid kimdir? İmam Hüseyin əleyhissalam kimdir? Hər kim özünü şəxsiyyətli bilsə, öz seçimini eləməlidir, rahat. Dedi ki, Ömər Səd, yaxşı, bəs Həzrət Əli bu işi görüb, sən İmam Hüseyinə qarşı indi bu cinayət eləyirsən. Ömər Səd ki, başa düşdü ki, buna niyə salam verilməyib? Deyir ki, mən səni tanıyıram, biz məhəllə uşağı olmuşuq, dostluğumuz olub. Amma mən sənə bir dənə söz deyim də, mən Hüseynin qanının müqabilində rey mülkünün rəhbərliyini almışam. Mənə söz verib Yezid ki, Hüseyni şəhid eləyən kimi rey mülkünü mənə verəcək, rəhbəri mən olacaq. Bir nəfər ki, məsələn, şəxsiyyəti olsaydı, Peyğəmbər balasını öldürməyi gələrdi bir vəzifə ilə əvəz eləyərdi. Dedi, mən bilirəm Peyğəmbər balasını və bilirəm Hüseyin haqdır. Bax, təhlükəlisi də bu. Bir var, düşmən tanımır, bilmir, eyb yoxdur. Ömər Səd deyir, mən bilirəm Hüseyin kimdir. Mən çox yaxşı tanıyıram ki, haqdır o. Sadəcə reyin havası tutub məni. Ona görə Quran-ı Kərim buyurur ki, onlar kim olmayın ki, Allahı unutdular.
Allah da onları özlərinə unutturdu. Həbib ibn Məzahir bu günlər idi, oturmuşdu xeymədə, gördü, düşmən tərəfdən bir nəfər gəlir. Çıxdı, baxdı, gördü, Qurrat ibn Qeys Hənzəlidir, adlı bir şəxsdir. Həbib ibn Məzahir ki, mən bunu tanıyıram, bu adam pis adam deyil. Düzdür, düşmən tərəfdədir, amma pis adam deyil. İcazə verin, mən onunla danışım. Çağırdı, danışdı onunla, dedi, mən səni tanıyıram, sən pis adam deyilsən ki, sən niyə gəlib düşmənə qoşulmuşsan? Tövbə elə cinən, gəl, dur Peyğəmbər balasının yanında. Məktub gətirmişdi İmam Hüseynə. Dedi, mən bir qasid ünvanında gəlmişəm, qoy məktubun cavabını aparım, verim, ondan sonra qayıdıb gəlib qoşulacam İmam Hüseynə. Həbib dedi ki, yaxşı, səni gözləyirik. Tarix yazacaq, amma qayıdıb gəlmədi. Amma gəlmədi. Bu məclisdə bir fürsətdir, onun üçün bir fürsət düşmüşdü. Necə Züheyrlərə fürsət düşdü, ona da bir fürsət düşmüşdü. Gəlmişdi, Həbib onu nəsiyyət elədi, başa da düşdü, dedi, qoy gedim gələrəm. Bu məclislərə də gəlmişik, bu cür olmasın ki, düşünüm ki, eybi yoxdur, 5 gündən sonra gələrəm. 10 gündən sonra tövbə edib qaydaram. Ehtimal var bu məclisdən gedəm və bir də mən məclisə gələ bilməyəm. Hələ ömrümüz çatmıyor, o bir başqa şeydir. Hələ ömür çatsa belə mənə icazə verərlər bir də Abdullah Hüseyin əleyhissalam məclisində iştirak edin. O qədər insanlar olub ki, vaxtı ikən iştirak edib, bugün yoxdur. Ona görə bugünkü gəlib çıxmışıq, sanki belə düşün, bu məclis sözü də elə Kərbəladır, gəlib yetişmirsən, hər hansı bir səbəbdən gəlib çıxmışıq bura, deyim ki, yox da, mən Hüseyni tərk etmərəm. Mən İmam Hüseyni tərk eləməyəcəm. Mən elə qalacam İmam Hüseyin əleyhissalamın yanında. Bu fürsətlərdən istifadə edək.